Bir şirkət eyni layihə üzrə təkrar startap şəhadətnaməsi ala bilərmi? Hər bir layihəyə yalnız bir dəfə startap şəhadətnaməsi verilir. Lakin bir şirkətə fərqli ideya və layihələr üzrə startap şəhadətnamələri verilə bilər. Qeyd edək ki, startap şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının vergi məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. Startap şəhadətnaməsi innovativ təşəbbüsə əsaslanan, rəqabət qabiliyyətli, bazarda yüksək tələb ilə qarşılanan, eləcə də digər startap məhsulu və ya xidməti ilə eynilik təşkil etməyən məhsul və xidmətlərə təqdim edilir. Mikro və kiçik sahibkarlar innovativ layihələrinə startap şəhadətnaməsinin verilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərlər.